Salamlar, hər birinizi xoş gördük kanalımda əziz abunəçilərim, gözəl 6-cı siniflərin və çoxdan da bilirəm ki, video paylaşmıram sizlərlə. Bu da hər biri vaxt çatışmazlığıdır, hər biriniz artıq bunun cavabını bilirsiniz. Bugün yeni dərsimizi inşallah paylaşacağım. Dərsimizdən ilk öncə sevimli balalarımı buradan salamlamaq istəyirəm. Quliyeva Aminə, Yusifli Zəhra, Quluzadə Xədicə, qızlarım ard-arda gəlir. Səmədli Mehri, Güldəstə qızımıza Nigar, Əhmədova Zəhra, çox xahiş edirəm, amma adınızı qeyd eləyərkən tam yazın. Soyadınızla birlikte yazın ki, məlum olsun hansı Nigardan söhbət gedir. Abbasova Ayşə, Əhmədova Zəhra, Xasiyeva Nuray, İbrahimova Nərmin, Cabbarlı Banu, Nərmin İbrahimova deyəsən 2 dəfə qeyd eləmişəm. Bu da yəni hər adama qismət olmur, görürsünüz. Nərmin İbrahimova 2 dəfə qeyd olunur. Rıza, İsmailzadə Məhəmməd, Səkinə, Leyla İsayeva. Bax, Rıza, Səkinə burada adlarını qeyd eləməyənlərdən, daha doğrusu soyadlarını qeyd eləməyənlərdəndir. Gördüyünüz kimi bu kanalda uşaqlar bu dəqiqə bu səhifədə bircə dənə oğlun adı çəkdik. Qalanları hamısı maşallah qızlarım məni daha çox izləyir deyəsəm. Əsnad, biraz deyəsən soyadında nəsə səhvlik eləmişəm. İndi ona da baxarıq. Hüseynov Ömər, Cabbarlı Banu, Nəzirova Rəna, Hacıyeva Aysu, qızlarıma Turac Tahayeva, Aygün qızımıza Əsma Miriyeva, Həsənova Fatimə, Arzu Xudiyeva və Ağayeva Rəhimə dəyərli abunəçilərimə buradan qucaq dolusu salamlarımı göndərirəm. Kimlərin adını düz yazmamışam, düz qeyd etməmişəmsə, onların adlarını növbəti video dərsində mütləq yenidən qeyd eləyəcəm. Hər birinizi çox sevirəm. Çox sağ olun ki, dəyər verirsiniz. Çox sağ olun ki, kanalımı izləyirsiniz və inanıram ki, hər biriniz üçün bu dərslər çox önəmlidir, çox yararlıdır. İnanıram ki, yəni bu əziyyətimə dəyər heç olmasa. Baxaq, dərsimiz bugün nə olacaq? Uşaqlar, iş mühiti və sosial həyat. Sosial həyatda iş yerlərinin rolu böyükdür. İş yerlərindən biri bələdiyyələrdir. Onların fəaliyyəti bütün sahələrdə görünür. Bələdiyyələr ərazilərin yerli idarəetmə formasıdır. Bələdiyyə üzvlərini insanlar seçki yolu ilə seçirlər. Fəaliyyətləri dövründə bələdiyyələr ərazidə olan sosial problemlərin həllinə cavabdehdirlər və bələdiyyələr müxtəlif istiqamətli işlər görürlər. Bəlkə də bir çoxlarınız bələdiyyələrin işlərinin bu qədər geniş olduğunu, vəzifələrinin bu qədər geniş olduğunu bilmirsiniz, amma bugünkü dərsimizdə çox şeylər öyrənəcəyik. Bizimlə qalmağı unutmayın. Burada gördüyünüz kimi su borularının təmiri, yolların təmiri, məişət tullantılarının daşınması, bax bunların hamısını bələdiyyələr həyata keçirir. Abadlıq işləridir, yolda abadlıq işləridir, yaşıllıqların salınmasıdır. Fiziki şəxslərdən toplanan vergilər, marketlərdə daxil olan vergilər, ödənişli dayanacaqlardan yığılan vergilər. Bir dəfə mən bu sözü demişdim, mənə tam belə də uşaqlar belə şok keçirmişlər, inanmadılar ki, bu ödənişli dayanacaqlardan yığılan vergilər bələdiyyələrə gedir. Buyurun, artıq dərslərə də salınır. Məlumatınızda olsun. 9-cu sinifin dərsliyində əslində var bu mövzu. Bununla bağlı kiçik bir mövzu var. Ərazidə yerləşdirilən reklamlardan alınan vergilər. Baxın, deməli reklamlar yerləşdirilir ərazidə, hər biriniz görmüsünüz. Və yaxud da ki, ödənişli dayanacaqlar hər biriniz gündəlik görürsünüz. Onlardan əldə olunan gəlirlər hara gedir? Bələdiyyələrə. İndi bələdiyyələrin işi nədən ibarətdir, onları da görəcəkdə təkcə. Yəni, ancaq almırlar ki, nəyəsə xərcləyirlər də, düzdürmü, qazandıqlarını. Sosial əlaqələrin güclü olduğu iş yerlərindən biri şirkətlərdir. Şirkət bir və ya bir neçə şəxs, həmçinin başqa bir təşkilat tərəfindən yaradılan qurumdur. Qurumun məqsədi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdır. Sahibkar özünə, ətrafındakılara və dövlətə fayda verməyi düşünən fərddir. Düzdür, ilk öncə şirkəti qururuqsa özümüzə fayda düşünürük. Ancaq yalnız özünə fayda eləmiş olmur da. Həm ətrafdakılara, yəni orada işləyən işçilərə də bir faydası olur. İnsanlara qədirlərinə kömək etmiş olur, həm də dövlətə fayda verməyə düşünən insanlar sayılır. Şirkətlərə aid emblemlərdən biridir, gördüyünüz kimi. İ şəkli, bunun barəsində də danışacağıq. Demək, burada nə var? Deyir ki, şirkətlər müxtəlif sahələrdə məsuliyyət daşıyır. Ekoloji sahədə, hüquq, sosial, iqtisadi sahələrdə məsuliyyət daşıyır. Baxaq görək. Deyir ki,
İnsan hüquqlarının qorunması məsuliyyəti şirkətdə çalışan və şirkətin yerləşdiyi əraziyə yaxın yaşayan insanların hüquqları pozulmamalıdır. Bu məqsədlə şirkətlər orada çalışanların hüquqlarını qoruyur. Ekoloji məsuliyyət şirkətlər təmiz enerjidən istifadə üçün çalışmalı, havanı, suyu, torpağı çirkləndirməməlidir, canlı aləmə zərər vurmamalıdır. Bu məqsədlə şirkətlər daim ekoloji problemlərlə bağlı tədbirlərdə iştirak edir. Növbəti situasiya iqtisadi məsuliyyət nədir bəs? Yəni burada gördüyünüz kimi 4 məsuliyyətdən ibarətdir. Şirkətlər 4 məsuliyyət daşıyır. Ekoloji, hüquq, sosial və iqtisadi. Bütün şirkətlərə aiddir təbii ki bunlar. İri şirkət, balaca şirkət yox. O demək deyil ki, böyük şirkətlərdə, iri şirkətlərdə bu vəzifələr, bu məsuliyyətlər var da, kiçiklərdə yoxdur. Belə bir şey yoxdur. Bunlar hamısı istənilən bir şirkət üçün aiddir. İqtisadi məsuliyyət nədir bəs? İqtisadi istehsal olunan məhsullar və göstərilən xidmətlər yüksək səviyyəli, yüksək keyfiyyətli olmalı. Dövlətə vergilər vaxtında ödənilməlidir. Bu məqsədlə şirkətlər dövlət vergi orqanları ilə daim əməkdaşlıq edir. Sosial məsuliyyət nədir? Şirkət müxtəlif istiqamətdə fəaliyyət göstərən təhsil, səhiyyə müəssisələrinə və sosial qurumlara, yəni uşaq evləri, qocalar evinə və s. xeyriyyə yardımlar etməlidir. Şirkət idman yarışlarına, festivallara, bayram şənliklərinə sponsorluq edir. Baxın, bunlara diqqətlə mütləq dəfələrlə qulaq asın və mənalarını da anlayana qədər. Düşünmürəm ki, burada anlaşılmaz bir şey olsun. Məsəl üçün, insan hüquqlarının qorunması məsuliyyət nədir? Şirkətdə çalışan və şirkətin yerləşdiyi əraziyə yaxın yaşayan insanların hüquqları pozulmamalıdır. Orada çalışan da, o ərazidə yaşayan insanların da hüquqları pozulmamalıdır. Bu məqsədlə şirkətlər orada çalışanların hüquqlarını neynir? Qoruyur. Əgər qorumadığı halda siz təbii ki, o şirkəti şikayət edə bilərsiniz. Ekoloji deyəndə ətraf aləmin qorunması deməkdir. Burada şirkətlər təmiz enerjidən istifadə üçün çalışmalı, havanı, suyu, torpağı çirkləndirməməlidir, canlı aləmə ziyan vurmamalıdır və nə etməlidir? Bununla bağlı ekoloji problemlərlə bağlı tədbirlərdə iştirak edirlər və yadınızda qalsın ki, yəni şirkət öz işçilərinə bunu aşılamalıdır, bildirməlidir dəfələrlə ki, yəni baxmayaraq şirkətdə çalışırlar, hər hansı bir vəzifənin daşıyıcılarda hansısa bir vəzifə daşıyırlar, ancaq onlar öz vəzifələrini, bax, bu məsuliyyətlərini dərk etməlidirlər. Ekoloji, hüquq, iqtisadi və sosial mövzuda məsuliyyətlərini daşımalı, daha doğrusu dərk etməlidirlər. Belə, dərsimiz bundan ibarətdir. Asan və yığcam və maraqlı mövzudur. Bugün çox şey öyrənəcəyik. Öyrəndik və biraz da suallarla genişləndirəcəyik. Uşaqlar fəaliyyətlə bağlı suallarımızı verəcəyik və bunları genişləndirəcəyik. Ən əsası bilmiş olduq ki, yolların təmiridir, məişət tullantılarıdır, su borularının təmiridir, şəhərdə görülən abadlıq işləridir, reklam. Yəni bunun gördüyü işlər, yəni belə deyək, bələdiyyələrin gördüyü işlərdir bax bunlar. Bələdiyyələr əhalinin sosial problemlərini həll etmək üçün müxtəlif gəlir mənbələrindən istifadə edir. Bunlar əsasən həmin ərazidə olan obyektlərdən alınan vergilərdir. Yəni yuxarıdakı gördüyünüz şəkillər onun etdiyi işlərdir, bələdiyyənin gördüyü işlərdir, vəzifələrdir. Aşağıdakı şəkillər isə uşaqlar, bunlardan isə bələdiyyə nə edir? Gəlir əldə edir və oradan alınan gəlirlər sayəsində deməli bu işləri görə bilirlər. Yəni oradan alınan gəlirlər. Hardan alırlar? Bunlar ödənişli dayanacaqlardan, marketlərdən, fiziki şəxslərdən və ərazidə yerləşdirilən reklamlardan alınan vergilərdən. Deməli, nə edir? Bələdiyyələr dolanırlar. O pulla, yəni həmin pulla da bu işləri görmüş olurlar. İndi keçək, gəlin suallarımızı cavablandırmağa. İlk sualımız nədir uşaqlar? Yaşadığınız ərazidə bələdiyyələrin fəaliyyətini görə bilirsinizmi? Hər halda diqqət eləsəniz, niyə də görməyəsiniz? Ən azından siz bələdiyyələrin fəaliyyəti nədən ibarətdir? İndiyə qədər bunu bilmirdiniz, əminəm ki. Ancaq bugünkü dərsimizdə bələdiyyənin fəaliyyətlərini bildiyiniz üçün artıq ətrafınızda baş verən hadisələrin həqiqətən də bələdiyyəyə aid olduğunu dərk edirsiniz. Yaşadığınız əraziyə uyğun olaraq cavab verəcəksiniz bununla bağlı. Sizin yaşadığınız ərazidə təmizlik işlərinin səviyyəsini necə qiymətləndirmək olar? Məsələn, yaşadığınız ərazidə uşaq arabaları və ya xəstə kolyaskalarının pilləklərdən düşməsi və ya qalxması üçün pantuslar vardırmı? Sizin yaşadığınız ərazidə bayramlardan əvvəl həyətlərə, küçələrə təbrik reklamları vurulurmu? Bax, bunların hamısı gördükləriniz bu
proseslər hamısı bələdiyyələrin fəaliyyətidir. Bəli, bələdiyyə fəaliyyətini görə bilərsiniz. Hər biriniz yaza bilərsiniz ki, məsəl üçün orada yuxarıda göstərilən, kitabda göstərilən kimi zibil qutularının təmizlənməsidir, reklamdır. Bəli, biz bələdiyyələrin fəaliyyətini ətrafda görə bilirik. Yaşadığınız ərazidə bayramdan əvvəl həyətlərə, küçələrə təbrik reklamlarıdır. Hər il baharın əvvəlində qazonlar, ağaclar, güllər əkilir. Bəli, bunların hamısını edirik, ətrafımızda görə bilirik. Mütləq qeyd eləməlisiniz. Onların əziyyətlərini də, yəni danmaq olmaz da mütləq deməliyik. İkinci sualda ABCD şəkillərində təsvir edilən fəaliyyətləri nə birləşdirir? ABCD şəkillərində bayaq oxuduğumuz, baxdığımız şəkillərdə bələdiyyənin hansı sahələrdə görməli olduğu fəaliyyət sahələri təsvir olunubdur. Hansı işləri görməlidir, görməli olduqları fəaliyyətlər həmin şəkillərdə təsvir olunmuşdur, dəyərli dostlar. Üçüncü sualda YFGH şəkillərini birləşdirən hansı xüsusiyyət var? YFGH şəkillərində bələdiyyənin fəaliyyətini maliyyələşdirən mənbələr var. Bayaq dedim axı, birinci göstərilən şəkillər, gördüyü işlərdir. İkinci göstəriləndə isə bələdiyyələr hansı fəaliyyətlə maliyyələşdirirlər, hansı maliyyə mənbələri var, onlar təsvir olunmuşdur. Y şəklində fiziki şəxslərdən toplanılan vergilər, ev şəklində şagirdlərin yaşadığı ərazidəki marketlərdən gəlirlər, daha sonra şəhərlərdə avtomobillərin dayandığı ərazidə vəsait ödəmə elanları. Bilirsiniz ki, avtomobil saxlandıqdan 15 dəqiqə sonra avtomatik olaraq pul hesablama başlayır. Yəni 15 dəqiqə pulsuz dayana bilərsiniz, ancaq 15 dəqiqədən sonra avtomatik olaraq pul hesablanır. Pulun məbləği yerləşdiyi ərazidən asılıdır. Avtomobil maddi vəsait ödəmədən əgər sahədən uzaqlaşırsa, cərimə tətbiq edilir. H şəklinə əsasən şəhər mühitində yaşayanların rastlaşması mümkündür. Daha sonra dördüncü suala baxaq. YFGH şəkilləri ABCD şəkilləri arasında hansı əlaqə vardır? Şəkillər arasında əlaqə vardır. Belə ki, ABCD şəkillərindəki işlərin keyfiyyəti vaxtında yerinə yetirilməsi YFGH-dan asılıdır. Vergilərin vaxtında ödənilməsi digər işlərə nə verir? Təkan verəcəkdir. Mütləq onlardan gəlirlər vaxtında alınmalıdır ki, həmin işlər görülə bilsin. Bələdiyyə öz vəzifələrini də yerinə yetirə bilsin. Düzdürmü uşaqlar? Mütləq bu qaydalara, bu qoyulan qaydalara əməl etmək lazımdır. Hansı bayramlarda, 5-ci sualımızda, hansı bayramlarda bələdiyyənin işi daha aydın görünür? Novruz bayramını xüsusi qeyd edə bilərsiniz və yaxud da ki, yeni ildə qeyd edə bilərsiniz, təkcə Novruz bayramında yox və yaxud da digər bayramları. Qışdan sonra baharın gəlişi ilə əlaqədar olaraq güllərin, ağacların əkilməsi, ağaclarda quru budaqların kəsilməsi, binaların, yolların xırda təmir işləri, digər abadlıq işlərinin görülməsilə Novruzda hazırlıq işlərini bələdiyyələr yerinə yetirir. Zəfər bayramının da xalqımızın əziz bayramı olduğunu, bu bayramda qazilərlə görüşlərin təşkil edilməsinin, şəhid ailələrinə dəstək verilməsi, onların məzarlarının ziyarət edilməsi, Vətən müharibəsi iştirakçılarının problemlərinin həll edilməsi də bələdiyyələrin fəaliyyətinə aiddir. Deməli, ilk öncə buradan bütün şəhidlərimizə, yəni Allah rəhmət eləsin deməliyik. Hər birimiz onları hər zaman xatırlamalıyıq. Heç vaxt onsuz ki, unutmamışıq. Hər zaman qəlbimizdədir onlar. Hansı bayramısa qeyd edə biliriksə, bu Zəfər bayramını alın açıq şəkildə qeyd edə biliriksə, onun hamısı şəhidlərimizin sayəsindədir. Şəhid ailələrinə də təbii ki, baş sağlığı, hər birinə səbir diləyirik Allahdan. 6-cı sualımızda bələdiyyədə işləyən qohumlarınız və ya tanıdıqlarınız varmı? Onlara hansı sualı vermək istərdiniz? Bu sualı, yəni şəxsi yenə də fərdi xarakteri daşıyır. İstədiyiniz sualı verə bilərsiniz. Ancaq belə ümumilikdə biraz yönləndirmə eləsək, bələdiyyənin fonduna daxil olan gəlirlərlə xərcləriniz uyğun gəlirmi? Siz bələdiyyə daxil olan gəlirləri artırmaq üçün nə edə bilirsiniz? Gəlirləriniz daha çox olarsa, hansı işləri görmək istərdiniz? Ərazinizdə yaşayan insanlar arasında sosial əlaqələri daha da gücləndirmək üçün hansı tədbirləri görmək istərdiniz və gördüyünüz işlər sizi qane edirmi suallarını verə bilərsiniz. Və yaxud da içinizdə başqa suallar varsa, daha maraqlı suallar varsa, o suallarınızı da verə bilərsiniz. Bizimlə də bölüşə bilərsiniz. Mənim üçün də çox maraqlıdır. 7-ci sualda şirkətlərin sosial həyat üçün əhəmiyyətini izah edin. Deməli, şirkətlərin dövlət və özəl olduğunu başa salmaq müsbət hal kimi qiymətləndirilə bilər. İnsanların maddi təminatı ödənilir. Yəni, ən əsas burada deyəcək ki, şirkətlər vasitəsilə insanların maddi təminatı ödənilir. Çünki işçilər işlədirlər və onlara aylıq maaşlarını verirlər, ödənişlərini verirlər. Bunun sayəsində insanlar maddi təminatı ödənilir. İnsanlar özlərini təsdiq etmək üçün imkan tapırlar. İnsanlar kollektivdə olduqda onların həyatı daha maraqlı olur.
mənalı olur. Birgə iş şəraiti, qrup şəklində gəzintili tədbir keçirmək daha maraqlı olur. Bax, bu da şirkətlərin sosial həyat üçün əhəmiyyətidir. Hətta əvəz edilməzdir deyərdim onların işləri. 8-ci sualda i şəklindəki simvolların sosial həyat baxımından mənasını şərh edin. Bayaqlar dedim, həmin i şəklini izah edəcəm sizlər üçün. Deməli, baxaq. Şəkildə şirkətlərin ümumi emblemi təsvir edilmişdir. Arxa fonda qırmızı dairələr. Yəqin ki, bunu sizə müəlliminiz deyəcək. Çoxlarınız bilmirsiniz. Bunu müəllim sizə izah edəcək. Arxa fonda qırmızı dairələr şirkətin görəcəyi işlərin böyüklüyünü göstərir. Qırmızı dairənin mərkəzinə yönəlmiş ox işarəsi şirkətin hədəfinin dəqiq olduğunu bildirir. Şəkildəki lampa təsviri yeni yaradıcılıq imkanlarının müsbət qarşılandığını bildirir. Aşağıda sağ tərəfdə diaqram şirkətin inkişaf dinamikasının daimi yüksəlişini ifadə edir. Siz çalışın o şəkilə baxaraq mənim videoma qulaq asın. Sol tərəfdə kəpənək və budaq şirkətin ətraf mühitə, təbiətə olan qayğısını ifadə edir. Şəkildəki buludlar şirkətin geniş üfüqlərə malik olduğunu, yəni geniş ərazi təşkil etdiyini bildirir də, yəni böyüklüyünü. Şəkildə 4 nəfər təsvir edilmişdir. Bu kollektiv əməyin, çalışmanın ifadəsidir. Şəkildəki dairələr isə işin tam və qüsursuz görüldüyünə əmin olduqlarına işarə edir. Çox maraqlı idi. İnanıram ki, çoxlarınız birinci dəfədir görürsünüz o şəkli və məlumatı əldə edirsiniz. Və 9-cu suala baxaq. J təsvirində şirkətlərin məsuliyyətlərini şərh edin. Şəkildə şirkətlərin 4 istiqamətdə məsuliyyət daşıdığını təsvir edilmişdir. Bayaqdan danışırıq bu barədə. Və haqqında məlumat yazılmışdı. Əlində torpaqdakı bitki təsviri ətraf mühitə olan qayğının ifadəsidir. Əlində asma tərəzi insanların hüquqlarının eyni olmasını bildirir. İqtisadi göstəricilərin daimi artması üçün ona qulluq edilməsi üçün su verilməsi rəmzi məna daşıyır. İki əlində ürək isə insanlara qayğı, onların ürəyinin ələ alınması mənasındadır. Görün necə incəliklər təsvir olunub həmin şəkillərdə. Mənasını bildikcə daha maraqlı gəlir insana. Və 10-cu sualda J şəklində şirkətlərin təsvir edilən məsuliyyətinin sosial həyata təsirini müəyyən edin. Ekoloji məsuliyyət daşımaqla şirkətlər ətraf mühitə zərər vurmadıqlarını əsaslandıra bilərlər. Hüquq məsuliyyəti həm şirkətdə çalışanların, həm də ətrafda yaşayanların hüquqlarının qorunması üçün nəzərdə tutulur. Hər hansı şirkətin yerləşdiyi ərazidə insanları narahat edən hərəkətlər, məsəl üçün avtomobillərin sayının çox olması, tullantıların artıq olması, səs-küyün normadan çox olması bu hallar olmamalıdır. İqtisadi məsuliyyət şirkətin gəlirləri artdıqca onların dövlətə verdiyi vergilər də çoxalmalıdır. Bu isə təqaüdlərin və digər sosial yardımların verilməsinə səbəb ola bilər. Sosial məsuliyyət isə şirkətlərin müxtəlif tədbirlərə sponsorluq etməsi ilə ifadə olunur. Onlar yarışlara, olimpiyadalara, müsabiqələrə, bayramların keçirilməsinə yardımcı ola bilirlər. Yəni, o sponsorluq edirlər, şirkətlər, bələdiyyələr də, yəni onlardan əldə olunan gəlirlər sayəsində də bələdiyyələr öz vəzifəsini yerinə yetirir və yaxud da onlar yarışlara, olimpiyadalara, bayramların keçirilməsinə də yardımcı olurlar həmin o şirkətlər. Və 11-ci sual, şirkətlər məsuliyyət daşıdıqları sahələrdə vəzifələri yerinə yetirmədikdə bəs nə baş verə bilər? Ekoloji məsuliyyət hissi olmadıqda ətraf mühitin çirklənməsi artar. Bu isə lokal ərazidən çıxaraq regional miqyas alır. Lokal, yəni kiçik bir ərazi, yəni yığcam bir ərazidən çıxır və region artıq daha böyük ərazidə yayılmış olar. Yəni regional miqyas alır və həll edilməsi daha da çətinləşər. Biri var kiçik bir ərazinin problemi, ekoloji problemi, biri var regional səviyyədə çox böyük, məsələn, bir şəhər və yaxud da ki, bir neçə şəhərin birləşdiyi bir ərazidə həll edilməsi daha da çətinləşər. Şirkətlər iş yerində həm də orada işləyən işçilərin və ya ətrafda yaşayanların hüquqları qorunmadıqda özbaşınalıq baş verə bilər. İqtisadi məsuliyyəti olmadıqda şirkət dövlətə vergi verməz, vaxt keçdikcə iflas edə bilərlər. Yəni, bu barədə çox şey danışmaq olar. Ən azından kiçik də olsa bir məlumatınız olmuş oldu ki, yerinə yetirməkdə nə baş verir? Vəzifələri pozulmuş olar, məsuliyyət daşıyarlar və cəza almış olarlar da. Məsuliyyət daşılar sahələrdə vəzifələri yerinə yetirmədikdə nə baş verər? Həm cəza almış olarlar, həm də burada özbaşınalıq baş verər. Dövlətə vergi verməz, vaxt keçdikcə də yəni şirkət iflas edə bilər. Belə, yəni inanıram ki, bugün dərsimiz sizlər üçün maraqlı oldu, çox şey öyrənmiş olduq. Hər zamanki kimi sizlərlə bərabər mənim üçün də çox maraqlı oldu bu dərsimiz. Hər birinizə uğurlar arzulayıram.
abunə olmağı unutmayın. Hər birinizi sevirəm. Sağ olun dəyərli dostlar.